Xocavənd rayonunda istiqamətdə idarə olunan Qəlpəlindən Monəlli tələ minası aşkarlanıb. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi məlumat yayıb. Xəbərə görə Xocavənd rayonu Tağvert kəndi ərazisində icra edilən humanitar mina təmizləmə əməliyyatları zamanı Monəlli tipli Ermənistan istehsalı olan piyadə əleyhinə mina aşkar edilib. Meşəlik və sıx bitki örtüyünə malik çətin relyefli ərazidə aparılan əməliyyatlar zamanı aşkarlanan ağaca quraşdırılmış Monəlli tipli Ermənistan istehsalı olan piyadə əleyhinə mina istiqamətdə idarə olunan Qəlpəlindən mina növünə aiddir. Qəlpələri 45-55 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400-550 ədəd 1 sm ölçüsündə silindr formasında qəlpələr yayılır. Əməliyyat zamanı qeyd edilmiş minanın yaxınlığında tələ məfdili vasitəsilə digər minaya bərkidilməsi müəyyən olunub. Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. Monolit tipli qəlpəlinən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub. Daşınması təhlükəli hesab edilən partlayıcı qurğu ANAM əməkdaşları tərəfindən beynəlxalq mina təmizləmə standartlarına əsasən elektrik üsulu ilə yerindəcə zərərsizləşdirilərək ərazinin təhlükəsizliyi təmin edilib. ANAM bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsizlik işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.